Salam, bugünkü mövzum xəyanətdir. Sizə xəyanət edirlərmi, etmirlərmi? Bunu bilmək istəyirsinizsə, bu gün 10 göstəricidən danışacağam. 10 əlamətdən hansıları ki, siz müşahidə edirsinizsə və yaxud heç olmasa 4-ünün, 5-ini müşahidə edirsinizsə, onda təxmin edə bilərsiniz ki, yəni şübhələnə bilərsiniz ki, bəli, burada deyəsən mənə xəyanət olunur. Birinci, bu insan əgər fikri dağınıq olubsa, son zamanlar artıq belə bilirsiniz necə hələ bir fikrə gedir, çox şeyləri unudur. Nə deyirsinizsə, nələrsə haqqında artıq danışmısınız, filan yerə gəzməyə gedəcəksiniz və yaxud nə isə almaq lazımdır. Bir bazarlıq məsələn tapşırmısınız, qatıqdır, süddür, çörəkdir, bir neçə dənə şey və məsələn birini alıb gəlib deyirsiniz ki, "A, bəs geri qalanlar hanı? Bəs nə oldu, niyə almadın?" Deyir ki, "A, demişdin ki, bəyəm yadımda deyil ki." Hə, məsələn də ola bilər siz hətta bir siyahı belə yazmısınız. Yəni ki, bu insan unutqan olub, fikri dağınıq artıq bir insana çevrilib. Bu birinci əlamət. İkinci əlamət. Bu insanda yeni-yeni hələ bir sözlər, frazalar əmələ gəlib. Artıq yəni ki, elə sözlər başlayıb ki, işlətməyə, heç vaxt o sözləri işlətmirdi, heç vaxt elə frazalarla danışmırdı. Ya da elə bir mahnılara başlayıb dinləməyə ki, yəni elə janrda mahnıları heç vaxt dinləmirdi. Məsəl üçün, əgər tutalım, ancaq əvvəl Azərbaycan türk mahnılarına falan qulaq asırdı. İndi birdən-birə başlayıb rus mahnılarına qulaq asmağa, xarici mahnılara da, ingilis dilində falan mahnılara başlayıb qulaq asmağa. Məsələn, bu hələ bayaq dediyim frazalar var, birdən-birə kiminsə hələ bir heç vaxt işlətmədiyi bir frazalardır. Yəni biz özümüz belə kimlərisə izləyəndə hansısa bloqerləri görürsüz ki, işlətdiyi belə tez-tez sözlər var. Bu məsələn o məşhur olan TikToker Ləman, onun bir sözü var, deyir ona kimsə belə nə layıq nə isə yazanda belə kimsə həddini aşanda deyir, dur çıx çölə. Çıx çölə deyir. Yəni ki, mən o sözü görmüşəm başqa bloqerlarda da. Hələ onunla necə deyim sizə, dostluq edən insanlar, onunla yaxınlıq edən insanlar da belə. Hə, yəni ki, görürsən ki, hə, onlarda kimsə onlara kommentlərdə belə bir şeylər nəsə yazanda onlara xoş gəlməyən yenə də tam Ləman kimi deyirlər ki, dur çıx çölə. Hə, yəni belə. Hə. Sonra deməli 3-cü əlamət haqqında danışım. Sizin yoldaşınızla olan cinsi münasibətiniz. Yəni orada birdən-birə kəskin dəyişikliklər ola bilər və ya məsələn ya heç tamamilə bitə bilər. Ümumiyyətlə bu insan görəcəksiniz ki, sizə çox soyuq davranır, çox uzaq durur və yaxud yeni-yeni nələrsə eksperimentlər görəcəksiniz ki, eləyir. Əvvəl heç vaxt eləmədiyi bir şeylər sizdən istəyir və yaxud özü bir yeni nələrsə edir. Deməli belə. Sonra məsələn ailə büdcəsindən, ailənin ümumi büdcəsindən görəcəksiniz ki, hə, böyük miqdarda hələ bir pullar xərclənilir və hara gedir bilinmir, məlum deyil. Yəni ki, bu insan əlbəttə ki, hələ həmin bu sevgilisinə, yeni bir həyatında olan insana hədiyyələr alır, nə bilim restoranlara gedirlər, otellərə gedirlər, cürəbəcür yerləri bunlar gedirlər deyə əlbəttə ki, ailə büdcəsindən də təbii olaraq görə bilərsiniz ki, pullar yavaş-yavaş azalmağa başlayır. Sonra əlbəttə ki, geyimində birdən-birə başlayır tam başqa stildə geyinməyə. Məsələn, əvvəl klassik hələ şalvar geyirdisə, klassik kostyumlar geyirdisə, birdən cins şalvarlara keçdi. Sport stilində başladı geyinməyə. Krossovkalar, ola bilər saçının stili ümumiyyətlə tamamən dəyişilsin də. Yəni ki, məsələn, bığ saqqal saxlayırdısa, görürsünüz ki, yox, artıq bığını saqqalını qırxıb və yaxud əksinə heç vaxt saxlamırdısa, başladı bığ saqqal saxlamağa. Yəni qızlarda da həmçinin, qızlar da birdən-birə kəskin özlərində dəyişiklik edirlər. Yəni ki, çox zamanda, yəni ki, başlayır yeni-yeni təzə ola bilər alt geyimləri alsınlar və yaxud heç vaxt geyinmədiyi, işlətmədiyi bijuteriyalar başlasın taxmağa. Yenə də o da hələ yeni frazalarla falan danışmağa başlaya bilər. Sonra görürsünüz ki, bu insan başlayıb cürəbəcür yalanlar danışmağa. Tutursunuz yalanlarını. Nədən? Çünki paralel onun həyatında bir çox şeylər baş verir. Yəni o insana da orada ola bilər hələ aldadır, sizi gizlədir, bildirmir ki, siz də onun həyatında varsınız. Yəni ki, bir çox şeylər baş verir deyə ağlında tuta bilmir və qorxu da ola bilər var burada. Ona görə də özünüz aşkar görürsünüz ki, hə, dünən dediyi şey bugün tam fərqli deyir. Yəni ki, 5 gün bundan qabaq dediyini bugün yəni ki, unudub. Deyir ki, yox, belə bir şey deməmişəm. Ola bilər sizi ittiham etsin ki, sən mənə xəyanət edirsən, yəni ki, sizi başlasın, siz necə şübhəli davranmağa, sən niyə belə gec gəldin, sən indi kiminlə danışırdın, ver sən telefonumu yoxlayım, eləyim. Yəni ki, bilirsiniz necə o dillərə qabaqdan gəlmişdi. Əslində burada
psixologiyada proyeksiya deyirlər. Yəni özü insan özünün elədiyini hələ bil çətindir ona qəbul etməkdə, çətindir ona qəbul etmək ki, hə, mən bu insana əslində zərbə vururam, onun heç xəbəri də yoxdur. Həm də özü öz gözündə özünü haqlı çıxartmaq üçün deyir ki, bəlkə hələ o da mənə xəyanət edir. Edirsə mən özüm lap rahat ürəklə bunu artıq edəcəyəm də bir məni necə deyim sizə vicdan azabı çəkməyəcəyəm mən burada. Və yaxud birdən-birə hələ bilin sizə başlayır hədiyyələr tez-tez almağa. Əvvəllər məsəl üçün necə gülü bayramdan bayrama alardı sizə. İndi başlayır birdən-birə heç nədən gül alır, gətirir. Birdən-birə nə bilim ətri aldı, gətirdi. Yəni bunu da nədən eləyir? Daxildə özünü günahkar hiss edir. Daxildə ya da ola bilər görür ki, siz hiss edirsiniz nələrsə və yaxud siz söz atırırsınız, nələrsə deyirsiniz. O da bilmir işin içindən necə çıxsın deyə. Elə bil ki, sizi burada xoşbəxt edir ki, o da rahat gedib, hələ bil o öz xoşbəxtliyini yaşaya bilsin də. Bildiniz necə burada o cür daxildə özünə icazə vermiş kimi olur. Əlbəttə ki, başlayır hələ bil sizinlə əvvəl vaxt çox keçirdirdisə, indi daha az vaxt keçirdir. Yəni daha tez-tez itir haralardası olur. Hə, ay komandirovkalardayam, ay işim çoxalıb. İş çoxalır, amma artıq qazanc yoxdur. Qazanc əksinə burada gəlir evə gələn, yəni ki, maddi durumda dəyişikliklər var, yəni ki, mənfi tərəfə doğru. Bildinizmi necə? Yəni ki, əlbəttə ki, necə deyim sizə, siz birbaşa götürüb telefonu yoxlayıb, telefonda nələrsə araşdırıb tapa da bilərsiniz. İndi o çatdırıb vaxtında silmirsə, təbii olaraq. Amma ki, yəni bu əlamətlər o əlamətlərdir ki, hansılardan siz bir çox şey anlaya bilərsiniz, başa düşə bilərsiniz. Yəni insan bir sözlə dəyişməyə başlayır. İnsan əvvəlki adam olmur. Xəyanət edən insanda mütləq sizə də qarşı bir dəyişikliklər olacaq. Özünə görkəmində də bir dəyişikliklər olacaq, danışığında da olacaq, maddi durumda da. Yəni nəyə baxsaz hər bir şeydə müəyyən qədər siz dəyişiklik görəcəksiniz. Nələrsə çoxalacaq, nələrsə azalacaq, nələrsə ümumiyyətlə itəcək. Bu qədər. İnşallah ümid edirəm ki, mən burada sadaladığım əlamətləri heç birini siz görməzsiniz öz münasibətinizdə. Görərsiniz ki, yox, deyərsiniz ki, şükür məndə heç biri bunlar yoxdur. Yəni ümid edək ki, belədir sizdə.